Salam əziz tələbələr, mən Babək Cəqubov. Bugün mən sizə maraqlı bir məntiq sualını izah edəcəm. Məsələ tipli bir sualdır. Bu sualın izahını eləməzdən əvvəl gərək biz sualı diqqətlə oxuyaq, görək burada söhbət nədən gedir. Yəni, əsas diqqət eləməli olduğumuz nöqtələr nələrdir? Yazılıb, şəhərə işləyən taksilərin qiymət tarifləri aşağıdakı kimidir. Gecə başqa tarifdir. Gündüz başqa qiymətdir. Gecə hər 1 kilometr üçün qiymət 2,4 manatdır, yəni 2 manat 40 qəpikdir. Gündüz isə hər 1 kilometr üçün qiymət 1 manat 50 qəpikdir. Yəni bu taksi səndən getdiyin yola görə, neçə kilometr getsən, o yola münasib olaraq pul alır. Bir də başlanğıc qiymət var. Yəni 5 kilometr yol getsən, həm 5 kilometrin pulunu verməlisən, həm də bir başlanğıc qiymət verməlisən. Yəni, neçə kilometr getməyindən asılı olmayaraq, gecə taksiyə minən adam başlanğıc pulu olaraq 2x verməlidir, gündüz isə 1x verməlidir. Bizə deyir, gecə 10 kilometr yol gedərək 40 manat ödəyən bir müştəri. Özünüzü o müştərinin yerinə qoyun. Gecə 10 kilometr yol getmişsiniz. 10 kilometr yol getmişsinizsə, həm də gecə deyir. Mən bilirəm ki, gecə 1 kilometr üçün siz 2 manat 40 qəpik ödəyirsiniz. Onda 10 kilometr üçün 1 kilometr 2 manat 40 qəpikdirsə 10 kilometr nə qədər edir? 2 manat 40 qəpik 10-a vurun. 24 manat ödəyəcəksiniz. 10 dənə 2 manat 40 qəpik ödəyəcəksiniz da. Yəni neçə kilometr desə 1 kilometrin qiymətini həmin əddə vurmalısınız. 10 kilometr dediyi üçün 10-a vurdu. 100 kilometr desə 100-ə vuracaqdır. 2 manat 40 qəpiyi ona vuranda 24 manat elədi. Yəni mən getdiyim yola görə, 10 kilometrə görə 24 manat ödəməliyəm. Amma mən nə qədər ödəmişəm? 40 manat ödəmişəm. Bilirsiniz niyə 40 manat ödəyibdir? Axı bayaq dedim, 24 manatın üstünə 2x-i da ödəməlidir. Başlanğıc pulu da verib oturubdu taksiyə. Yəni bu pulu verəndən sonra 24 manat da veribdir və cəmi 40 manat ödəmiş olubdur. Sən düşünməlisən. 24 manatla 2x-in cəmi 40 manat eləyirsə, 2x neçədir? Oradan tapacaqsan ki, 40-dan 24 çıxanda aradakı fərq 16 manatdır və 16 manatı 2-yə böləndə x eləyir 8 manat. X-in 8 manat olduğunu tapacaqsan. Yəni, gecə maşına minən adam 8-i vurur 2-yə, 16 manat ödəyir. Üstünə də 10 kilometr getdiyi üçün 24 manat ödəyir. 40 manat ödəmiş olur. Uşaqlar, x 8-dirsə, artıq bu ədədlər məchul deyil, məlumdur. Yəni, x 8-dirsə, x-i silib 8 manat yazıram. Onda 8-i 2-yə vuranda 2x eləyir 16 manat. Düzdürmü? İndi mənə deyir ki, eyni yolu gündüz getsəydin, neçə manat ödəyəcəkdin? Eyni yolu, yəni 10 kilometri gündüz getsəm, nə qədər pul ödəyəcəkdim? Uşaqlar, 10 kilometri gündüz getsəm, 1 manat 50 qəpikdən gedirəm. Yəni 1 manat 50 qəpiyi vurun 10 kilometrə. 10 kilometri mən əgər gündüz gedirəmsə, hər kilometrə 1 manat 50 qəpik verəcəm. Yəni 1,5 manatı vurun ona. Bu edir 15 manat. Yəni getdiyim yola görə 15 manat verəcəm. Üstünə də başlanğıc pullu gəlir. Yəni adam neçə kilometr gedir getsin bu pulu da ödəməlidir. Yəni 8 manatı da ödəməlidir. Üstünə də bu 8 manatı gəlir. 15-in üstə 8 manatı gəlirsiniz, bu deyir 23 manat. Yəni buradan ortaya çıxır ki, sualın cavabı A variantıdır. Diqqətiniz üçün təşəkkürlər. Nəsə sualınız olsa, rəylərdə qeyd eləməyi unutmayın.